Hə, köhnələr, sabahınız xeyir olsun. 31 dekabr 2025-ci ilin son günü. Deyirəm, sizi bilmirəm. Ne üçünsə, mən həmişə bu 31 dekabr olanda hələ bir ki, neysə bir dənə bir möcüzə gözləyirsən, düzdür? Yəni fikirləşirsən ki, indi tamamilə hər şey tam başqa olacaq, möcüzə baş verəcək, firavan yaşayacaq, hər şey yaxşı olacaq, xəstələr sağalacaq, yoxsullar varlanacaq, düzdür? Hamımız elə fikirləşirik. Onu da sizə deyim ki, o bizim gözləntilərimiz bir tərəfli, yəni ki, belə deyək də, yəni hardasa qismən həmişə təmin olunur. Və məsələn, həmişə 31 dekabrda biz eşidirik ki, bizim yanacaq 5 qəpik, 10 qəpik, 15 qəpik qalxdı. Biz hər dəfə 31 dekabrda artıq oxuyuruq cürbəcür məqalələr ki, Tarif Şurası gəlib baxdı bu qiymətlərə, işıq qiymətinə fırlatdılar, neynədilər, bir-iki dənə yenə formula yeritdilər onlara buradan, oradan. Axırda yenə elə elədilər ki, gələn il, yəni ki, biz bu enerji haqqını, yəni işıq pulunu biraz da artıq ödəyək. Düzdür? Halbuki o ki qaldı bizim, yəni maaşlarımıza, bizim nəvaciblərimizə, bizim sosialımıza. Baxın, görürsünüz, 31 dekabr şəhəri yığışdırırlar. İnandırım sizi ki, heç kim bunlara, yəni bugün 31 dekabr qeyri iş günə çıxmağına görə heç nə ödəmir. Bu bizdə hər bir sektordadır, başa düşürsünüz. Çünki mən əslində heç kimi günahkar burada görmürəm. Günahkar biz özümüzük. Bizdə əsas nədir? Bizdə tutaq ki, halbuki elə o adamlar, kim ki istəyir ki, məsələn, uşaqlıq vaxtı biri deyirdi, mən böyüyəndə prokuror olacağım. Biri deyirdi, mən böyüyəndə polis olacağım. Düzdür, çox adam can atırdı ki, məhz bu güc strukturlarına özünü yeritsin-də. Nəyə görə? Yəni, belə deyək də, düşüncəli cəmiyyətlərdə bu cür nə? İş yerləri haqqında fikirləşən, düşünən, birinci ondan fikirləşir ki, əgər mən qanunu təmsil edirəmsə, mən qanunu qorumalıyam. Bizdə amma əksi nədir? Bizdə hamının bir dənə dərdi var. Yəni, hamı istəyir ki, o vəsiqəni qoysun cibinə ki, sonra özü həmən o qanuna əməl etməsin. Başa düşürsünüz? Yəni, dövlət yol polisi saxlasın onu, belə böyük çıxarsın, gələ. O da belə eləsin, buraxsın, getsin, başa düşürsünüz. Ya onu saxlasın, götürsün, o birisi kiməsə zəng eləsin. Yəni, bu reallıq, bax, budur. Ta o vaxta kimi ki, bizim öz düşüncəmiz dəyişməyəcək. Ya. Biz başa düşəcəyik ki, qanun onun üçün yarayıb ki, bizi qorusun və biz əgər həmən o qanunu qoruyan işçiləriksə, o təşkilatlarda işləyiriksə, bizim vəzifə borcumuz o qanunu özümüz üçün müdafiə eləyib, qanunu pozmaq deyil, əksinə həmən o qanunun, yəni icrasını təmin etməkdir. Biz onu başa düşməyənə kimi bizim yaşayışımızda heç bir şey baş verməyəcək. Başa düşürsünüz? Bax, dəfələrlə olub da, bir də görürsünüz ki, mən neysə bir sosial məsələləri işıqlandırıram, ciddi bir məsələlərə toxunuram. Bir də görürəm, kimsə yazır orada şəhər bölməsində. Sizin böyük bibiniz filan kes idi. Filan vaxtı onun saçları bu uzunluğunda idi. Çox qəşəngdir, hörükləri var idi. Başa düşürsünüz? Yəni, bax, əslində biz buyuq. Bizim əsas problemimiz odur ki, öz burnumuzu soxaq onun işinə. Başa düşürsünüz? Bax, yolda maşınla gedəndə boylanaq digərlərinin maşınına. Bizim üçün ən əsas problem odur ki, filan kes kiminlə gezir, kim kimi saxlayır. Dedi, qodu, qeybət. Başa düşürsünüz? Bax, budur. Reallıqda isə, bu götürüb çıxartıb bu dəqiqə ki, bizim cəmiyyətimiz əməlli başlı degradasiya olub. Başa düşdünüz? Yəni, artıq Bakıda cəmiyyət çox bir acınacaqlı bir vəziyyətdədir. Başa düşürsünüz, aşağı bir səviyyədədir. Nə mədəniyyət var, nə vətənpərvərlik var, heç nə yoxdur. Başa düşürsünüz? Yoxdur. Çünki ta o vaxta kimi ki,
biz anlamayacağıq ki, birincisi biz özümüzü hörmət eləməliyik. Özümüzə hörmət eləyəndən sonra ətrafdakilərə də hörmət eləməyi onda biz bacaracağıq. Neysə, mən yenə də hamımıza 2026-cı ildə bir uğurlar arzulayıram. Çünki bizdə ancaq uğura ümid qalır da. Yəni fikirləşəsən ki, neysə pillə-pillə eləyəsən, bunu eləyəsən, planların sənin Çin olsun hamısı. Bu çox çətin məsələdir. Ona görə ümidimiz qalır ancaq uğura, bir də ki Allahın köməyinə. 31 dekabr qəlbdən qəlbə bu qədər. Mən də gəlirəm işə. Siz icazənizlə hələ 9 yanvara kimi də işləyəcəyəm.